Salam əziz izləyicilər. Bugün sizinlə bir Rus blogerinin səhifəsində gördüyüm, sınadığım möhtəşəm dondurma reseptini paylaşacağam. Dondurmamız o qədər ləzzətli alınıb ki, market dondurmalarından demək olar ki, heç fərqlənmir. Gəlin birlikdə hazırlayaq. Əvvəlcə 1 litr südü qazana əlavə edirik. Üzərinə 3 xörək qaşığı nişasta, yəni kraxmal əlavə edirik. Üç xörək qaşığı kakao əlavə edirik. Üzərinə 1 stəkan, yəni 200 qram şəkər tozu əlavə edirik. Üzərinə 2 xörək qaşığı un və 1 ədəd vanil əlavə edib bütün ərzaqları yaxşıca qarışdırırıq. Hər birini yaxşıca qarışdırdıqdan sonra ocağa qoyuruq və qaynadıb bişiririk. Əvvəlcə qəlibin içini streç plyonka ilə örtürük. Qarışım qaynamağa başlayandan sonra ocağın altını söndürürük. Üzərinə 50 qram kərə yağı və 100 qram tünd və ya südlü şokolad əlavə edirik. Hər biri tam əriyənə qədər yaxşıca qarışdırırıq. Hazırladığımız qarışığı qəlibə tökürük. Üzərini streç plyonka ilə örtüb otaq temperaturuna qədər soymağa qoyuruq. Otaq temperaturu qədər soyduqdan sonra bir gecəlik dondurucuya yerləşdiririk. Və budur, dondurmamız hazırdır. Üzərindəki streç plyonkanı ehtiyatla çıxaraq. Mən dondurmanı biraz qalın qəlibdə hazırlamışam. Ona görə də doğrayarkən bir qədər çətinlik çəkdim. Sizə tövsiyəm odur ki, qəlibi nə qədər nazik etsəniz, həm dondurmanın donması, həm də doğranması bir o qədər rahat olacaq. İndi isə gəlin dadına baxaq. İnanın, çox dadlıydı. Əgər reseptimizi bəyəndinizsə, videoya bəyənmə etməyi və kanalıma abunə olmağı unutmayın. Siz də bu dondurmanı hazırlasanız, rəylərdə fikirlərinizi mütləq yazın. Növbəti dadlı reseptlərdə görüşənədək. Sağ olun.